Qəbələdə sotu 1500 manata, çayın tam kənarında 47 sot rəsmi Qubçalı torpaq sahəsi satışa çıxarıldı. Dəyərli izləyicilər, qeyd edeyim, tikinti təyinatlı yaşayış məntəqə təyinatlı sənədimiz və magistral yoldan 150 metr məsafəsi var. Şəhərin mərkəzindən, Qəbələ şəhərin mərkəzindən isə cəmi buranın 13-14 kilometr məsafədə yerləşir. Dəyərli izləyicilər, yatırım üçün, investisiya üçün tam əlverişlidir. Mən torpağın aşağı hissəsindən başlayıram. Torpağın yan sol hissəsi tam çayın sərhəddindədir. Yəni birbaşa çayla bir təmasda olan torpaq sahəsidir. İçərisində fındıq ağacları mövcuddur. Hamısı demək olar fındıq ağacıdır, dəyərli izləyicilər, və qocaman bar gətirən fındıq ağaclarıdır. Yenə qeyd edirəm, belə bir təklif, belə bir investisiya üçün torpaq çox az saydadır Qəbələdə. Çay kənarı olmağı, Qafqaz Sıra dağlarına açılan mənzərəsi olmağı buranın dəyərini, yenə qeyd edeyim ki, böyük bir dərəcədə artırır. 2 maraqlıcı səhifədə nömrəmiz qeyd olunub, dəyərli izləyicilər. Bilirəm, siz görmürsünüz ki, 1500 manata, 1400 manata sizə kənd təsərrüfatı təyinatlı torpaqlar təklif edirlər. Biz amma tikinti təyinatlı, yaşayış təyinatlı 1500 manata bir sotu olan torpaq təklif edirik. Sağ olun, salamatla qalın.